sevdiyin qızın telefonu kodunu niyə istəyəsən, hə? Niyə dəxili var? Necə nə daxili var səndə? Bəlkə Səlimin istəmədiyi, bilmədiyi şeylər var. Nə, sonra? Məsələn, nə? Şimdi də şey var. Nə? Rəfiqələrlə məsələn kupalikli şəkilləri və yaxud da ki, WhatsApp-da qız-qıza olan yazışmalı. Düzmürəm qızlar. Və ya şəxsi məsələlər var ki, hansı ki Səlim bilməməlidir, yox? Sən Səfərin telefonuna baxırsan. Yox. Mən niyə baxım ki? Mən Səfərə inanıram. Bir də ki, onun telefonu heç kodda olduğunu belə bilmirəm. Bilmirəm niyə, amma bizim dəyərli həyat yoldaşımız da evə gələndə telefonu həmişə stolun üstünə üzü aşağı qoyur. Nə dəxli var? Əcəb. Telefonu üzü yuxarı qoyuram. Həmişə belə elədir. Deyirəm, 5 il qabaq ölmədim. Sizin bu mənasız söhbətləriniz məni öldürəcək. Niyə mənasız olur ki? Hətta mən təklif eləyirəm ki, gəlin belə bir oyun oynayaq. Hamımız telefonumuzu masanın üstünə açıq şəkildə qoyaq. Kimə zəng gəlsə, mikrofonda danışacaq. Mesaj gəlsə, hamının yanında açıb oxuyacaq. Cavabı da hamının yanında verəcək. Buna nə ehtiyac var? Məncə maraqsız oyundur. Niyə bizdən gizlətdiyin nəsə var Səlim? Yox, şükür Allaha, mən heç kimdən heç nə gizlətmirəm. Mən ancaq pasientlərdən gələn mesajlar olur, filan olur. Konfidensiallıq məsələsi. Mən istəmərəm onu kimsə bilsin. Məsələn. Nə olsun, biz də sənin pasientlərinlikdə. Mən istəmərəm sənin mesajını kimsə bilsin. Səlim düz deyir də. Bu nə oyundur? Əyləncə bunun arasındadır. Niyə? Əyləncəli deyil ki. Məncə çox da əyləncəlidir. Yox, sən nəsə gizlətdiyin bir şey varsa, o heç, başqa. Nə gizlədəcəm mən? Mən oynayıram. Və sən? Sən oynayırsan, mən dünəndən oynayıram. Bir dəqiqə, uşaqlar, siz düzgün deyil, vallahi bu düzgün deyil. Vallahi rəsmən dəlilikdir bu. Mən razı, amma orada məsələ gizlilikdə deyil uşaqlar. Yəni, elə şeylər var ki, bayaq nə deyirsən sən? Də qız-qıza mesajlar olur WhatsApp-da. Yəni, bu işlərdə də var da. Məsələn, elə adam olur ki, kimlənsə söyüşlə danışırsan. Yəni, xoşuma gələr. Yox, bir dəqiqə. Elə deyirsiniz ki, uşaqlar, elə bir ki sən birdən-kidən söyüşlə danışmışsan, söymüsən, yəni. Yox, mən ümumiyyətlə inanmıram ki, kimsə bu masada söyüşlə söyə bilər. Yox, var da, var. Nə? Mənim dostum var məsələn elə. Ya, problem yoxdur, mən razı. Yəni, əgər belə bir şey olsa, onda biz nə edirik? Mikrofondan çıxardırıq. Mən Səfərin sözünə haqq verirəm. Başa düşürəm, hamımız bir-birimizi yaxşı tanıyırıq, aramızda sirrimiz filan yoxdur. Məncə bu etik sayılmır biraz. 100% nəsə qanqaraçılıq olacaq. Məndən demək, mənə fərqi yoxdur. Belə olmasın, hamı oynayırdı, mən oynamıram. Məndə problem yoxdur, şükür Allah. Mən heç kimdən gizlətdiyim heç nə də yoxdur. Bu da mənim telefonum, qoyuram bura, açıq. Onya, amma bir dənə xahişim var, nə olar? Ha? Görsək ki, oyunun başqa tərəfə gedir. Nə mənası var, oynamayalım da. Evet, nə deyirəm, Hacıhan, xeyirlisi. Bu da mənim telefonum. Ortada oynayıram. Görək ilk mesaj və yaxud zəng kimə gələcək? Tamam. Ata, Ayca, sən yeganə olar. bir dəqiqə nədir, ay İnci? Mənim sənə ömrüm qurbandır. İnci, gəl qonaqlarla görüş. Bu xoşbəxt mənzildə hamının can deyib, can eşitdiyi bir yuvada sizi görməyə şadam. Xoş gəlmisiniz. Yaşasın. Havaları gəlib yenə. Oxşayıb oxşamışlarına. Ümumiyyətlə, Cahan, bu yaşda olan uşaqlara diqqətlə yanaşmaq lazımdır. Xüsusən də qızlara. Ümumiyyətlə, yaşından asılı olmayaraq bütün qadınlara diqqətlə yanaşılmalıdır. Aha, Yasif'dir. Mən oxuyacağam. Bu arada uşaqlar,
Demək istəyirəm ki, mən Səfərimə çox inanıram. Çünki onu sevirəm. Hə, başlayım. Ürəyim. Ürəyim. Sənin üçün çox darıxmışam. Bugün səsini eşitməmişəm. İlk fürsətdə mənə zəng elə. Bu nədir Səfər? Vallahi tanımıram. Necə tanımıram? Bu sənin telefonun deyil. Bildim, yəni görmürsən adını da qeyd eləməmişəm, tanımıram mən. Tanımadığın adam sənə ürəyim darıxmışam yazır. Vallahi tanımıram mən. İndi tanıyarsan deyən. Nə ehtiyac var? Bir dəqiqə deyən. Ah. Qanımızı qaraltmaq da gəl. Sənin qanın bundan sonra qaralacaq deyən. Alo. Kimsən sən? Mənəm, mən. Xəstəsən. Sağ-salam. Ha, heyvansan sən. Belə zarafat olar? Uşaqlar. Bu nədir ya? Qəribə yiyər, ha? Ha! Çox gülməli. Nədir? Gülməlidir ki, hamı gülür də səndən başqa. Nədir, sən mesajda gözləyirdin, nəsə? Səfər, nə oldu halında heç? Nəysə, bu sən qılır. Belə, barış. Səfər, bəlkə gedib ərzini yuyasan? Ürəyin istəyir şeylərəm nə var ki burada. Səfər. Telefon. Vərdişdir də. Telefonsuz tualetə gedərlər. Çox pis vərdişdi Səfər, çox pis. Deyirəm oyun belə başladısa, Allah axırını xeyir eləsin. Bir dəqiqə deyən nə başa düşmədim. Elə bil ki, Eldar zarafat eləmişdi. Bu sayılmır uşaqlar, yox? Eldar. Mənim də. İnanmıram siz üçün maraqlı olsun. Uzatma, qoy mikrofonu. Canancığım, müsait misin? Aslında hayır. Evet, dinliyorum. Kocan yanında mı ya? Hayır, yalnızım. İşte bazı meseleler vardı. Onları hallettim. En kısa zamanda görüşeceğiz inşallah. Başka söyleyecek bir şey yoksa kapatıyorum. Ya bir dursana. En güzel haberi daha söylemedim hala. Evet, dinliyorum. Ne habermiş o? Ya bana söylemiştin ya İstanbul'da bizim için bir ev bul. Buldum. Hem de çok güzel bir ev ya. Tamam, görüşürüz. Hoşça kal. Ne oldu? Kurbağa köyüne taşıdılar. Hey. Ne oldu? Nə deyir bu? Evdarım, iş meselesidir. Belə iş olar. Özlədi. İstanbulda ev sağ. Sən deyirdin. Ona görə gedirdin Cahan. Kime göre? Ne meseledir? Mənim sənə xəyanət elədiyimi düşünürsən. Yəni, yaraşdırırsan da bunu mənə. Bəsdir Cahan, bəsdir. Mənim eşitdiklərim mənə bəsdir. Eldar. Eldar, inan ki düşündüğün kimi değil. Qonaqlarımız gelsin danışarıq. Deyirəm ki, başa düşdüyün kimi değil. Nədir Cahan? Mənim o başa düşmədiyim, hə? Başa sal, başa düşüm də. Yox, sənin belə zibilin var idisə. Sivil adamlarıq axı. Adam kimi oturardıq, danışardıq. Adam kimi də qərar verib, adam kimi də ayrılardıq da. İllərə məni dostlarının yanında cındır, trəpqa çıxartmalıydı. Sən öz dostlarını
yalancı xoşbəxt ailə tablosu yaratmısan axı. Amma şükür ki, incə evdə olmadı. Bəlkə mənim bilmədiklərimi inci bilir elə, hə? Yoxsa bir qız uşağı anasını niyə bu qədər düşmən kəsilsin, hə canım? Eldar, Sənə axırı kimi qulaq asıb sonra qərar verəcəm, söz vermişəm. Amma indi yox. Gözlə qonaqların geçsin, sonra danışarıq.